İmtina etməyi bacarmaq lazımdır. Çox dəyərli bir fikirdir. İnsan imtina etməklə daha üstün şeylər əldə edə bilər və imtinanın fəlsəfəsi də elə dinimizdə də məhz bundan ibarətdir. Həmişə hətta xeyriyyətçi insanlarla bağlı danışanda belə bir misal göstərilir ki, ağac budanmaqla inkişaf edir və bəzən biz hansısa bir məhdudiyyəti qəbul etməklə sonradan yeni üfüqlər açılır bizim qarşımızda. Çünki biz ümumiyyətlə məhdud bir dünyada yaşayırıq və imtina bu həyatın zəruri qaydalarından biridir və itirdiyinə təəssüflənmə prinsipi olduqca önəmlidir. Təbii ki, bu imtina yerində və qədərində olmalıdır və imtina acizlik göstəricisi deyil, əksinə güclü olmağın hesab edirəm ki, əlamətlərindən biridir. Ona görə də tamamilə haqlı olaraq bu mövzuya toxundunuz. Bir də valideynlərlə bağlı istənilən mövzu müzakirə olunarkən digər mövzularla əlaqəli olur. Biz bir verilişdə övlad-valideyn münasibətlərini müzakirə edirdik və bu fikri orada da səsləndirdik ki, bizim əsas səhvimiz övladlarımıza xəta, səhv etmə imkanını tanımamağımızdır tərbiyə zamanı və biz hər bir səhvi faciə kimi dəyərləndiririk və öz bəzən qayğımızla, aşırı diqqətimizlə, nəzarətimizlə övladlarımızı səhv etmək hüququndan da məhrum edirik. Yəni, hər bir səhv yeni bir uğurun açarı ola bilər və biz səhv etmək fürsəti yaratmalıyıq və hər dəfə nəsihətlə, hansısa bir danlaqla övladlarımıza doğrunu tanıtdıracağımızı düşünürüksə yanılırıq. Yəni, biz praktiki olaraq onu həyatla üz-üzə qoymalıyıq və eyni zamanda demirəm, tam nəzarəti onların üzərindən götürməliyik. Amma səhv edib səhvindən nəticə çıxarmaq üçün şəraiti məhz valideyn yaratmalıdır. Tamamilə razıyam sizinlə. Sarva müəllim